Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. İbadallah, usikum və nəfsi bi təqvallah. Əziz möhtərəm möminlər, bir daha özümü və sizləri ilahi təqvaya riayət eləməyə dəvət edirəm. Allah mütəal bizləri təqvalı yaşamaqda müvəffəq eləsin inşallah. Keçən cümə mövzusu danışırdıq. Dedik ki, dinimizin əsaslarından Furu'id dinin 2 dənə əsas prinsipi var. Təvəlla və təbərra. Təvəllanın barəsində keçən cümə qismən danışdıq. Təvəlla, yəni Allah dostları ilə dost olmaq, Allah dostlarının dostları ilə də dost olmaq. Bu təvəllanın mənasıdır. Təbərra nədir? Təbərra Allah düşmənləri ilə düşmən olmaq. Allah dostlarının düşmənləri ilə düşmən olmaq. Bu dinimizin əsas prinsiplərindəndir. Dedik ki, Furu'id dinə aiddir. Hətta bəzi üləma bunları Usul-id dindən hesab ediblər. Deyirlər, bunlar əsla əqidə məsələsidir. Bunlara etiqad vacibdir. Və qeydin vurduq ki, Furu'id dinin bəzi bəndləri var ki, onlarda istisnalar var. İnsanın, məsələn, oruç tutmasında istisna var. Xəstəliyi olsa oruç tutmaya bilər. Qocalsa oruç tutmaya bilər. Zəkat verənin, xumus verənin malı olmasa, onun boynundan götürürlər. Həccə getməyin imkanı olmasa, onun boynundan götürürlər. Cihad bəzi insanların boynundan götürürlər. Hər kəsə cihad vacib olmaz. Xanımlara vacib olmaz. Amma təvəlla və təbərra belə bir məsələdir ki, əsla insanın boynundan götürülmür. Mütləq insana vacibdir və hesab kitabı da olmazsa. Təvəlla kifayətdirmi? Mən Allahı sevirəm. Allah dostlarını da sevirəm. Bu kifayətdirmi? Düz yox, kifayət deyil. Sən əgər Allah sevirsənsə, Allahın düşmənlərinə nifrətini göstərməlisən. Allah dostlarını sevirsənsə, peyğəmbərləri sevirsənsə, imamları sevirsənsə, salihləri sevirsənsə, onların düşmənlərinə mövqe göstərməlisən. Dinimiz deyir ki, hər bir kişinin mövqeyi olmalıdır. Sən öz zərgəvi bəlli eləməlisən, göstərməlisən. O tərəfi də sevirəm, bu tərəfi də sevirəm, deyir, olmaz. Dinimizin əsaslarına baxın. Müsəlman olmaq üçün şərt nədir? İnsan la ilahə illallah deməlidir. Bir nəfər la ilahə illallah deməsə, müsəlman ola bilməz ki. La ilahə illallah nədir? La ilahə illallah elə bəraət və vilayətdir. Yəni, bəraət və vilayət vaxtımız da məhduddur. Bəraət və vilayətin təcəllisi, təcəssümü, göstərisi təvəlla və təbərradır. La ilahə, əvvəl inkar eləməlisən. Allahdan başqa bütün məbudları inkar etməlisən, öz nifrətini onlara bildirməlisən ki, mən onları qəbul eləmirəm. Ondan sonra deyə bilərsən, illallah, mən Allahı qəbul edirəm. Nə qədər onları inkar eləməmsən, deyir, Allahı qəbul edə bilmərsən. Tək Allahı qəbul eləmək kifayətdir, yox, kifayət deyil. Allahdan qeyrilərini inkar eləməlisən. Mən Peyğəmbərin peyğəmbərliyin qəbul edirəm. Deyir, Peyğəmbərin peyğəmbərliyin qəbul edirsənsə, yalancı peyğəmbərlərə düşmən olmalısan. Özünü Peyğəmbər adlandıranlarla düşmən olmalısan. Peyğəmbərlə mübarizəyə qalxanlarla düşmən olmalısan. Hər kim Peyğəmbərlə düşmənçilik edirsə, sən də nifrəti ona bildirməlisən. Ola bilməz ki, Peyğəmbər zamanında bir səhabə yaşayaydı. Peyğəmbər səni qəbul edirəm deyəydi. Peyğəmbər səni sevirəm deyəydi. Peyğəmbər sənə canın fədadır deyəydi. Amma eyni zamanda Peyğəmbərin düşmənləri ilə də ünsiyyətdə olaydı. Onları da sevəydi, onları da məhəbbət göstərəydi. Onu ya münafiq sayardılar, ya kafir. Müsəlman ki, saymardılar onu. Bu cür deyil, necə Allahın məsələsində, necə Peyğəmbərin məsələsində, eyni zamanda vilayət məsələsində də bu cürdür. Sən imamı sevirsənsə, imamın düşməninə düşmən olmalısan. Bunun bir mənalı bir məsələdir. Burada ikinci bir tərəfi yoxdur məsələnin. Quran-ı Kərimdə Allah Müteal ayəsində buyurur:
Ya eyyuhellezine amenu la tettehuzu aduvvi və aduvvəkum əvliya. Allahın xitabı iman əhlinədir. Ey iman gətirənlər, iddia edirsən ki, mən möminəm, iman əhliyəm, Allah da sənə müraciət edir. Ey iman gətirən, dost tutma Allahın düşmənlərini və öz düşmənlərinizi. Dost tutmuyor. Haqqınız yoxdur. Allah düşmənlərini dost tutasınız. Öz düşmənlərinizi dost tutasınız, buna haqqınız yoxdur. Bir nəfər gəlib 20 yanvar hadisəsini törədib, bizim insanlarımızı qətl eləyib, biz 20 yanvar şəhidlərimiz üçün təəssüflənirik, ağlayırıq. Amma həmin cinayəti törədənlərə də bir fikir bildirmirik. Deyirik, elə onlar da yaxşı adam idi, bunlar da yaxşı adamdır. Adam, sən münafiq olar ki, insan. Sən demək ki, səhvi bəlli eləməmsən. Əgər Xocalının şəhidlərinə yanırsansa, Xocalının cinayətində əli olanlara nifrətin olmalıdır da. Bunu gərək ayə hədis gəlsin, təsdiq eləsin. Sənin düşüncən hardadır ki? Sənin vicdanın hardadır ki? Əslən, təvəlla və təbərra bir vicdan. Heç bir fərqi yoxdur. Eyni vicdandır təvəlla və təbərra. Bir nəfərin vicdanı olsa, ona heç ayə hədis deməyə ehtiyac yoxdur. Mən sevdiyim insanlara, zülm eləyənlərə nifrət eləməliyəm. Bu bir mənalı məsələdir də. Bunu gələk sübut olunsun əqli dəlillərlə, nəqli dəlillərlə. Sən elə 21-ci əsrdə yaşamısan, elə bunun üçün dəlil axtarırsan. Elə başa düşməmisən ki, sevdiklər və əziyyət eləyən insanlara sən nifrət eləməlisən. Çünki bu fitri məsələdir. Mənim atamı söyənə, qardaşıma əziyyət eləyənə, evladımı öldürənə mən məhəbbət göstərə bilmərəm ki, o cür olsa vicdansız olaram ki. Bunun üçün sən dəlil axtarırsan, amma dəlil axtarırsansa Qurandan dəlillər də deyək. Bəzi hallarda deyirlər, lənət demək olmaz. Təvəlla və təbərranın bariz nümunəsi elə dillə izhardır. Dilində gərək zahir eləyəsən sən bunu. Necə əssəlamu aleykə ya Əba Əbdillah deyirsən, Hüseyin can sənə salam olsun, canım sənə fəda olsun deyirsən, gərək onun qatillərinə tabi olanlara və bu işlə razılaşanlara da lənət bildirəsən. Deyirsən ki, Allah, mən də onlardan da bezaram. Nifrəti də bildirməlisən. Bəziləri var bu gün, məsələn, deyir ki, dili lənətə öyrəşdirmək olmaz. Lənət demək yaxşı iş deyil. Lənətin əvəzinə istiğfar eləyin, zikr eləyin deyirlər. Bəlkə deyərdik ki, lənət zikirlərin ən alisidir. Sən Allah düşməninə nifrət bildirməlisən. Lənətin mənası budur. Lənət, əzizlərim, söyüş deyil ki. Zaten Əhl-i Beyt davamçıları dilini söyüşdən uzaq tutur. Əhl-i Beytin yolu budur. İndi kimsə iddia eləsə Əhl-i Beyt davamçıdır, amma dili söyüşlə asılırsa, o nöqsanlı mömindir. O özünü islah eləməlidir. Əhl-i Beyt məktəbində söyüş söymək yoxdur ki. Lakin lənət nədir? Deyir ki, Allah filan kəsə rəhmət eləsin. Yaxşı adamdır da. Onun əksi lənətdir. Yəni, Allah o şəxsi də öz rəhmətindən binəsib eləsin. Allahın rəhməti ona şamil olmasın. Lənətin mənası budur. Mən deyirəm ki, Allah İmam Hüseyin əleyhissalam ali dəyərdə, onun şəfaətin mənə nəsib eləsin və onun qatillərini Allah rəhmət eləməsin, öz mərhəmətini onlara şamil eləməsin. Lənətin mənası budur da. Həmin ayə ki oxuduq, ay iman gətirənlər, Allahın düşmənlərini və öz düşmənlərinizi dost bilməyin. Həmin ayənin təfsirində Həzrət İmam Sadiq əleyhissalam təfsir verir, ayəyə məna verir. Hubbu əvliyaillah vacibun. Allah dostlarını sevməkdir, vacibdir. Vəli vilayətü ləhum vacibətun. Və vilayət onlara vacibdir. Onların imaməti vacibdir. Onların imamətini qəbul etmək vacibdir. Vəl bəraətü min ədaihim vacibətun. Və onların düşmənlərinə nifrət göstərmək də vacibdir.
Tək onların imamətini qəbul eləməklə kifayət eləmir. Gərək onların düşmənlərinə də nifrət bəsləyəsən. Mən bugün dünyada hər harda bir məzlum varsa ona göz yaşı töküm, amma ona zülm eləyənə də elə məhəbbət göstərim, elə o məzluma zülm eləyənlərdən biri də mənəm mənəvi cəhətdən. Ən azından indi təbəlla və təbərranın bir şəkli forması dəyişə bilər. Ən azından bu da qəlbində sənin bu duyğun olmalıdır, düşüncəndə olmalıdır, fikrində olmalıdır ki, haqq tərəflə batıl tərəfin arasında sənin seçimin bəlli olsun. Lənət demək elə Qur'anın nususuna və Peyğəmbərin hədislərinə əsaslanır. Quran-ı Kərim lənətin barəsində buyurur. Ma cəalallahu li rəculin min qəlbeyni fi cəvfih. Allah kişinin bədənində 2 dənə ürək qoymayıb ki. Kişinin bir dənə ürəyi var da. İndi sən 2 dənə ürəyin var bəyəm, biri ilə yaxşıları sevəsən, biri ilə də pisləri sevəsən. Sən qəlbin bir dənədir. O qəlbdə yaxşılara məhəbbət varsa, o yaxşılara məhəbbətin laziməsi budur ki, ondan doğan atifi duyğu budur ki, onun düşmənlərinə də nifrətin olacaq. Qəlb bir dənədir. Allah deyir, mən sizin üçün 2 dənə qəlb qoymamışam ki, onu da sevəsən, bunu da sevəsən. Qəlb bir dənədir. Ya yaxşıları sevəcək o qəlb, ya yaxşıları sevə bilmirsə, o pisləri sevəcək qəlb. Onun başqa yolu yoxdur. Ya qəlbini öyrəşdir yaxşıları sevməyə, o pislərə mütləq nifrət eləməlidir. Yox, yaxşıları sevməyə adət eləməsə, pisləri sevəcək. Yaxşı insan çıxıb qarşıva, sən o yaxşı insanı sevə bilmirsən, Allah səni pislə rastlaşdıracaq. Ən azı budur ki, Allahın ədaləti var. O yaxşının qədrini biləsən, dəyərini biləsən. Necə Peyğəmbər Əkrəm buyurur, deyə, Bəni Üməyyəni mənbərdə görəndə onları mənbərdən salmasız, sonra deyir də, əziz Peyğəmbərimiz meymunlar mənbərimizə çıxar. İnsanlar bu işdə süstlük göstərdilər, təvəlla və təbərra eləmədilər, sonra gəldi Yezid onlara hakim oldu. Allah dedi ki, İmam Hüseyin qədrini bilmirsən, al Yezid sənə hakim olsun. Həmin Yezid ki, Məkkəni yandırır. Həmin Yezid ki, Mədinənin müsəlmanlarının namusunu halal bildi əsgərlərinə, mallarını halal bildi əsgərlərinə. Hirrə hadisəsi müsəlmanların üz qarasıdır. Bugün də Yezidi müdafiə edən müsəlmanların üz qarasıdır. Kimi müdafiə edirsən ki? Həmin adam ki, müsəlmanların namusuna xəyanət eləyib. Bu ilahi bir sünnədir. Yaxşı dəyəri bilinməyəndə Allah pislə gətirib səni həmtəmas eləyəcək. Bu mütləqdir. Həzrət Əli əleyhissalam bu ayənin təfsirindəki Allah sözü üçün bir dənə qəlb yaradıb, ikinci qəlbimiz yoxdur. Həzrət buyurdu, la yəcmə'u hubbuna və hubba aduvvuna fi cəvfil insan. Həzrət Əli əleyhissalam buyurdu ki, o qəlbdə, ki Allah bir dənə qəlb yaradıb, həm bizim məhəbbətimiz, həm də düşmənlərimizin məhəbbəti bir yerdə cəm ola bilməz. Mümkün deyil, mahaldır. Hər kim deyirsə, iddiası yalandır, Həzrət buyurur. O zaman o bizi sevmir, yalandan deyir. O bizi sevsəydi, bizim düşmənlərimizi sevə bilməzdi. İnnəlləhə la yəcəl li rəculun qəlbəyni fi cəvfihi. Allah kişinin bədənində 2 dənə qəlb vücuda hasil eləməyib ki. Fəyyuhubbu bihaza və yubğuzu bihaza. Biri ilə bizi sevsin, biri ilə də başqalarına nifrət eləsin, bu cür olmur. Fəin şarəkə fi hubbina hubba aduvvina fələysə minna və ləsnə minhu. Hər kim bizi də sevə və bizim düşmənlərimizi də sevə, o bizdən deyil, biz də ondan deyilik. Həzrət Əli əleyhissalam buyurur. İddiası yalandır. Vaxtımız da məhduddur, amma barəsində kifayət qədər hədislər və ayələrimiz xüsusən var lənətin barəsində. İnşallah nəsib olar, başqa məclislərdə onun barəsində danışarıq. Bir rəvayətlə mən sözümü yekunlaşdırıram. Mütəvəkkil
Əbbasi xəlifələrindən Əhl-i Beytə ən qatı düşmənçiliyi olan xəlifələrdən biri idi. Allah ona lənət eləsin. Mütəvəkkil zamanında böyük bir alim var idi. Yaqub İbn İshaq Sikkit adında bir alim idi. İbn Sikkit kimi məşhur olub tarixdə. Çox basavad bir adam idi. Mütəvəkkil çağırtdırdı onu, dedi ki, mənim oğlanlarıma dərs deməlisən. 2 dənə oğlu var idi mütəvəkkilin. Mu'təzlə müəyyədə dərs demək üçün onu təyin elədi. Bu onlara dərs deyir, mütəvəkkilin evladlarına dərs deyir, elmləri öyrədir və eyni zamanda vilayəti, Əhl-i Beyt sevgisində onlara aşlayır. Bu gün mütəvəkkil gəldi, bunların imtahanında iştirak elədi, baxdı, gördü ki, oğlanları bunun ağıllı başlı vilayət qəbul edən olublar. Bu başa düşdü ki, bu İbn Sikkitin işləridir, müəllimin işləridir. İndi istəyir ki, oğlanlarının müqabilində onun öz dilindən bir söz alsın və oğlanlarını öz tərəfinə çəksin. İbn Sikkitdən xəbər aldı. Dedi ki, ustad, mənim balalarımı çox istəyirsən, yoxsa Əli balaları Həsən və Hüseyni? Başının üstündə duran qatı düşmən və amansız bir düşməndir, mütəvəkkildir. Heç kimə amanı yoxdur onun. Kefi istəyəndə birdən 200 dənə seyyidi öldürtdürüb divara vurur. Bu qədər düşmən. Bunun müqabilində indi cavab verməlidir ustad. İbn Sikkit cavab verdi. Vəllah innə qəmbərən qulamə Ali ibn Əbi Talib xeyrun minhuma və min əbihuma. Dedi, and ola Allaha, sən Əli evladları ilə öz balalarını müqayisə edirsən. Əlinin bir qulamı var idi, bir qulluqçusu var idi, qəmbər. O qəmbər sənin balalarından da, sənin özündən də mən üçün dəyərlidir. Sən nə ilə müqayisə edirsən ki? Fəqalə mütəvəkkil səllu lisanuhu min qəfah fəsəlluhu fəmatə radiyallahu anh. Mütəvəkkil tapşırıq verdi ki, dilini boğazından çıxardın və öldürün. İbn Sikkit şəhid oldu. Nə yolunda? Təvəlla və təbərra yolunda. Əhl-i Beytə məhəbbəti var idisə, onun düşməninə də mövqeyisini göstərdi. Allaha and verək izzət cəlalına. Allah mütəal bizləri Allahı dost tutanlardan, Allah peyğəmbərlərini dost tutanlardan, Allah vəlilərini dost tutanlardan və onların düşmənlərinə düşmən olanlardan qərar versin inşallah.